Ən təhlükəli bürclər hansılardır? Ən təhlükəli bürclər. Bu bürclər o qədər təhlükəlidir ki. 5 bürcün adını çəkirlər. İndi mən deyəcəm bir-bir. Mən demirəm bunu astrologlar deyir. Ondan sonra bu məsələn biliciləri deyir, uzmanlar deyir. İndi birinci yer gəlirəm. 5-ci yerdə Əqrəb bürcüdür. Deyirlər ki, həyatı boyu onların nə fikirləşdiyini özlərindən başqa heç kim bilə bilməz. Əqrəb bürcü var aramızda. Kimdir sənsən? Amma sən də gəldi dilvə danışansan. Sən də dilvə də gəldi, beynivə gəldi danışansan. Ona görə bədbəxt. Ona görə görsən ki, qabağa gedə bilmirsən. Bu Əqrəb bürcü belədir. Bunların bildiklərini heç kim bilə bilmir. Əqrəbi bildik. O biriləri də dedi. İkinci. Çəkildi, hə. Əkizlər adlarından göründüyü kimi. Onları da bilmək olmur. Çəkirlər, bu budur, bu budur, bu budur. Bütün dünya tökülsə onların fikrindən döndərmək çox çətin olur. Biraz çətin bir şey. Var arazda əkizlər. Yoxdur, gün gəlməyiblər. Gəlməyiblər əkizlər. Üçüncü bürc. Üçüncü bürc. Dolça. Çox təəssüf edirəm. Dolça. Dolçalar da belədir də. Bildiklərini onlar heç kimə vermirlər. Öz bildiklərini eləyəcəklər. Dünya malından, nə bilim, nələrlənsə onların fikirlərindən daşınılmaq çox çətindir. Ayaqlarını tapdalamaq olmaz. Nə qədər dostcanlı, nə qədər insancanlı, nə qədər səxavətli olmaları, hə, bu faktdır. Amma Allah göstərməsin dolçanın ayağını tapdalayasın. Özü axıra qədər gedirlər yola. Amma mən elə deyiləm. Sən yox. Mən elə deyiləm. Sən tapdalamağa hamını ayaq bağışlayıram. vermirsən. Ayaq qoymuşsa tapdalamağa. Qaldı 2 bürc, ən dəhşətliləri. İki Onlar da sonra deyərəm. Gözəl, cavan müəllim, gözəl bir açılış eləsin.